Onu da unutmayaq. Qeyd etdiyin Nərimana Avropadan yox, Amerikadan təklif var. Bəhlula Avropadan yox, Çindən təklif var. Qarabağ Avropada... Bu mövzuda danışmışdıq keçən. Bu mövzuda. Keçən verişlərimizdə. Elə ona gəlməyə çalışıram Ahmet. Qarabağ Avropada əla nəticələr qazanır, uğurlu çıxış edir. Bir çox əcnəbiləri olsa da yerli futbolçularımız da zaman-zaman oynayır. Elvin Cəfərquliyev olsun, Bəhlul olsun. Amma niyə bu futbolçulardan birini Avropadan təklif gəlmir Ahmet? İndi Və ya ola bilər gəlsin hansısa formada. Bu gün satış yoxdursa, reallaşmayıb, həyata keçməyibsə, demək ki, istəməyiblər də. İstəsələr hansısa formadan gəl razılaşaq ki, bugün Avropanın ikinci beşli ölkələrinin orta babları belə istədiyi futbolçunu Qarabağdan aparacaq güclədir. Gəl bunu real danışaq. İndi gəl mən sənə başqa bir sual verim. Bir jurnalist, sən jurnalist. Bu arada dəyərli izləyicimiz, canlı yayımı bəyənək, paylaşaq, daha çox auditoriya çatmış olaq və şərhlərdə aktiv olaq. Siz də fikirlərinizi bizimlə bölüşün. Qarabağın üzrə olan yerli futbolçular var. Avropadan sizcə niyə təklif gəlmir? Bax, gəl indi mən sənə bir jurnalist olaraq sual verim. Əslində mən bunun cavabını bilirəm özümdə də. Amma mənim burada onu deməyim başqa yerlərə toxunacaq. Başqa yerlərə toxunacaq. O üçün mən toxunum da başqa yerlərə. Buyur. Yox, söhbət, yəni prosta biz burada müzakirə aparırıq. Yəni Azərbaycan futbolundakı belə deyək də gördüklərimizi üzə çıxartmağa çalışırıq. Bax, deyirik ki, Azərbaycanda futbolçu yetişmədə təhdini çəkirik. Düzdür? Futbolçularımız xaricə gedə bilmirlər. Düzdür? Bugün Kusanov Manchester City'də mən o xəbəri görəndə 3 ayda ilə yaxşı seçilir yəni. O qədər belə bilmədim hansı hissləri yaşayım. Bir özbək xalq sevindi adam, digər tərəfdən də ki bizdə niyə yoxdur? Məsələn mən girdim orada şəhərlərə baxdım. Özbəkistanlı insanların orada necə sevincli olduğunu gördüm. Həqiqətən də belə çox fərqli necə deyək, özümü fərqli hiss etdim ki, yəni niyə görə də bizdə bir dənə futbolçumuz nəinki Manchester City, yəni normal nə bilim sonuncu yerində Avropa klubuna da gedib çıxa bilmir. Yəni üzr istəyirəm, gəlin belə reallıqları danışaq da qardaş. Bax Ermənistandan getdi. Mkhitaryanın gəzmədiyi klub qalmadı da Avropada, düzdür? Mkhitaryanın hesabına bütün dünya Ermənistanı tanıdı. Düzdür? Kusanovun hesabına bütün dünya, Shomurodovun hesabına bütün dünya Özbəkistanı tanıdı. Gürcüstanı tanımağa artıq ehtiyac yoxdur. Bu ərazilərdən dünyaya futbolçular çıxdı. Biz nəinki dünyaya, hətta o belə deyək də, məsəl üçün biz Marsa getmək istəmirdik də, ay olsa belə bizim üçün yetərlidir. Yəni aya belə çıxa bilmirik də. Yaxşı, futbolçu yetişdirə bilmirik. Tutaq ki, məşqçilərimizi Avropaya göndərə bilmirik. Nəinki Avropaya, yaxın o ölkələrə belə, öz qonşu ölkələrimizə belə, tutalım ki, məşqçi belə ixrac edə bilmirik də. Tutalım ki, futbolçularımızda problem var. Mən başa düşdüm. Məşqçilərimiz belə gedə bilmir. Mən başa düşdüm. Qardaş, dünyanın gözünün önündə olan Qarabağdan hər hansı bir normal futbol ölkəsinə futbolçu da apara bilmirik. Yaxşı, bizim marketingimiz hanı? Bu bizim əlaqələrimiz hanı? Yəni, yaxşı da deyirik ki, futbolçumuz çıxmır, məşqçilərimizin istedadına xarici klublarımız güvənmir. Bunu da başa düşdük. Bəs yaxşı, yəni bu Azərbaycanlı menecerlər, yəni niyə görə bir futbolçumuzu apara bilmirlər xaricə? Artıq yaxşı bir nümunə var, Ahmet. Mən bir neçə Avropa klubunda çıxış eləmişəm. Da başıma nələr gəlib Allah bilir. Yəni vallahi mən öz-özümə deyirəm ki, mən nətər getmişəm ha, Portuqaliyaya, Yunanistana falan. 2017-ci ildə mən Sumqayıtdan Yunanistana getmişəm. Yunanistan Premier Lig əsas liqasına da. Necə getmisən Ahmet? Vallahi necə getdiyim uzun məsələdir. Amma həqiqətən də özdə ki, həqiqi sözümdə də indi bəzi məqamlar var ki, onları gərək yaşayasan, yəni onları sözlə ifadə eləmək mümkünsüz bir şeydir. Vallahi hərdən birdən mən özümə deyirəm ki, mən çox yaxşı futbolçuymuşam. Prosta nəysə, oralara girmək istəmirəm. İnsan gərək biraz həyatda ən önəmli şeylərdən biri, mən bunu görmüşəm. Lazım olan anda, lazım olan yerdə olmaq.
Yəni çox təəssüf ki, mənim başıma çox işlər gəldi. Yəni onları vurğulamaq istəmirəm. Sırf Azərbaycanlı olduğum üçün mobbinqlər oldu falan filan. Bilsən, məsəl üçün mən bu sualı elə özümə çox vermişəm. Deyirəm ki, qardaş, əgər mən pis futbolcuydumsa, məsəl üçün mənim daydayım var idisə də, belə insanların başa düşə biləcəyi bildiyimdə, məsəl üçün mən ilk klubuma getdim. Orada işlərim hər şey əla idi. Baş məşqçini göndərdilər. Qayıtdım Azərbaycana. Təzədən başqa Portuqaliyaya getdim. Və inandırım sizi, mən Portuqaliyaya gedəndə yoxlayıb götürüblər mənə komandaya. Yəni birbaşa müqaviləyə getməmişəm. Pis futbolçuydumsa məni Portuqaliyaya götürürdülər. Portuqaliyadan gəldim, Yunanistandan təklif aldım. Pis futbolcuydumsa Yunanistana məni aparırdılar. Yunanistandan gəldim, Kosovaya dəvət elədilər. 4 oyun oynamışdım cəmi. O 4 oyun bəs eləmişdi ki, mənə Kosovadan təklif gəlsin. Yəni bilirsən, həyatda... Hər halda bu qədər ölkədə daydayım olmazdı. Yəni hətta bu qədər ölkədə mənim daydayım olmazdı. Daydayım olsaydı elə milliyə çağırırlardı. Başa düşün nə demək istəyirəm? Yəni söhbət ondan gedir ki, yəni həqiqətən də bu çox acınacaqlı bir durumdur. Azərbaycan futbolu üçün biz sanki bir qapanmışıq bir çərçivənin içinə, yəni heç cür çabalayıb çıxa bilmirik oradan.